Dünənləri biraz təsadüf nəticəsində maşının açarı bagajda qalıb. Məndə də bir ədəd açar olduğu üçün aça bilmirəm. Polşada durduq yerdə özünüzü necə xərcə sala bilərsiniz bu videoda onu sizə izah edəcəm. Gördüyünüz kimi arkada bir bizim maşın ustası var, onu çağırmışam. Məsələ nədir? Dünənləri biraz təsadüf nəticəsində maşının açarı bagajda qalıb. Məndə də bir ədəd açar olduğu üçün hal-hazırda maşında kilitli vəziyyətdədir, aça bilmirəm. Səyyar şəkildə açarın bir kopyasını çıxardır və bu xidmətin qiyməti nədir? Düşdüyünüz vəziyyətdən asılı olmayaraq 100.000 zlot ödəyə bilərsiniz. Düşünürəm ki, 1000 zlotluq bir xidmət deyil. Bir maşının açılmasına görə bu çox bahadır. Bir də maşından maşına da fərq var. Yəni 2005 model maşına görə çox bahadır. Porsche, yəni maşınla hesablasaq yenə də bahadır. Buna görə də siz çalışın, açarınızı itirməyin. Təbii ki də söhbət maşın açarından gedir.